İkinci xütbəmizin mövzusu Mevlamız, ağamız, seyyidimiz İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəh Şərif haqqındadır. Bir qardaş deyir ki, niyə görə İmam-ı Zamana Yusuf-i Zəhra deyirlər? Yəni İmam Zamanımızı gərək o cür tanıyaq ki, ona aid olan hər bir məsələni bilək də, hansı adlarla, hansı ləqəblərlə, hansı künyələrlə çağırılıb, o cümlədən ağamızın vəsfində nələr deyirlər? Bizim İmam-ı Zamanımızın bütün peyğəmbərlərinə, əlbəttə Ulul-Əzm peyğəmbərlərinə, tarixə düşən peyğəmbərlərinə oxşar cəhətləri var və onların hamısının görmək istədiyi işi İmam Zamanımız görəcək inşallah. Hər bir cəhətindən bir peyğəmbərə oxşayıb, Hz. Yusufə də oxşarlıqların indi Quran ayəsindən bəzi məqamların inşallah xidmətinizə çatdıracağım. Mən nüdbə duasından bir fəqərəni oxuyum ki, o zahiri gözəlliyinə görə oxşarlığı var, bunu deyim, sonra Qurandan başqa cəhətlərini deyəcəm. Duada oxuyuruq. Allahümmə ərnid tal'atər rəşidə vəl-ğurrətəl həmidə vəkhul nadir binədratin minni ileyh وعجل فرجه وسهل مخرجه وأبصر منهجه واسلك بي محجته وأنفذ أمره وأشدد أزره. Duanın bu hissəsində duasını yəqin ki oxuyursunuz. Allahümmə ərnid tal'atər rəşidə. Allah onun o parlaq simasını bizə göstər. Vəl-ğurrətəl həmidə və alnının o işıqlığın, açıq alnının o nuraniliyin bizə göstər. Vəkhul nadir binədratin minni ileyh. Ona qarşı mənim baxışlarımı, gözlərimin sürməsi qərar ver. Və accil fərəcə, onun fərəcin tezləşdir. Və səhil məxrəcə, və onun məxrəci, yəni xaric olmaqlığını asanlaşdır. Və sluk bim və əvsey mənhəcə, və Allah onun o yolun geniş elə. Və ənfiz əmrə, onun əmirlərin nüfuzlu elə. Və şdud əzrə, öz köməkliyi ilə onun belin möhkəmlət və ilə axır. Bu duanın bu hissəsində sözüm ondadır ki, bunun zahiri simasına iki yerdə işarə oldu. Tal'atər rəşidə. Allah onun o gözəl zamanını bizə göstərir. Bax, bu hissə duada da işarə olunur ki, bəli, gözəlliyi var. Amma Hz. Yusuf'dan başqa cəhətlərdən də oxşarlıq var ki, mən onu deyim. Quran-ı Kərimdə mübarək Nəhl surəsinin 89-cu ayəsində Allah buyurur ki, وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ. Biz sizə bu kitabı elə bir şəraitdə göndərdik ki, hər şey orada bəyan olunub. Əgər hər şey orada bəyan olunubsa, bəzən bizə sual verilir. Quran-ı Kərimdə görəsən İmam Zaman ağa haqqında ayələr var, bir şey danışılıb ya yox. Əgər Quranda hər bir şey işarə olunubsa, tibyanən likulli şey, deməli, bu sadə bir balaca məsələ deyil. İmam Zaman yerin hüccəti haqqında, yerin göyün hüccəti haqqında əvvəldən, axırdan, qiyamətə qədər mütləq ki, bir söhbət olunub. Amma bəzi Quran ayələri, mən imamət mövzusunda deyirəm, istənilən bir məqamda elə mövzular var ki, birbaşa onu ələ gətirə bilmirik. Təbii ki, İmam Zaman haqqında da ayələr var, çoxdur, amma onu gərək ayələrin içərisinə seçib uyğunlaşdıra bilərsən, çıxara bilərsən ayələrin içərisindən. Bəzi Quran qissələrinin içərisindən, hekayətlərlə və onun hökumətinin, xüsusiyyətlərin gərək ki, Quranda olan hökumətliyi mövzusunda axtarıb tapasan. Quran-ı Kərimdə Əhsanul Qasas deyilib Hz. Yusuf əleyhissalamın qissəsinə. Yəni, ən yaxşı qissə, ən yaxşı hekayə, ən yaxşı nağıl. Əgər o hekayənin yaxşılığını bilmək istəsək, gərək ondakı incəliklərə baxaq. Hz. Yusuf əleyhissalamın vücudu insaniyyət həqiqətinin üstündəki pərdələrdən çoxun kəşf elədi, açdı. Həqiqi insan necə ola bilər? Hz. Yusufun simasında bu açıldı. Amma Hz. Yusufin, Quran Yusufinin, Zəhra Yusufi ilə hadisələrdəki uyğunluğuna baxanda görərik ki, elə doğrudan da bir neçə cəhətdən bizim Hz. İmam Zamanımızın o Yusufə oxşarlığı nədədir? 3 dənə əsas hissəyə bölünür oxşarlıq. Onlardan biri qeyd elədik ki, gözəllik baxımındandır. Hz. Yusuf əleyhissalamı bütün dinlərdə özündən sonraki bütün kitablar, peyğəmbərlər və cəmiyyətlər hamısı gözəllik simvolu kimi tanıyıblar. Həqiqət də budur ki,
kinoya da baxıbsınız, Quranda da bu məsələ işarə olunub ki, onun gözəlliyi bir həddə idi ki, qarşısındakı insanlar, o Misrin qadınları o meyvənin yerinə barmaqlarını doğrayırlar. Gözəllik o qədər valih eləyib ki, onun üzünə baxa-baxa onda görürlər ki, əllərindəki mandarin qalıb barmaqlarını doğrayırlar. Və yaxud onun gözəlliyi o qədər cəzbedici olur ki, Yusifin əzizi, yəni Misrin əzizi Yusifi görən kimi orada özündən asılı olmayaraq onu arvadına, yoldaşına tapşırır ki, bundan müğayət ol. Allah bunu bəlkə də bizə övlad əvəz verir ki, bunun bizə çox xeyri dəyə bilər. İxtiyarın əlindən verir o gözəlliyi görməliyinə. Bizim də Yusifimiz, Yusifi Zəhra hədislərə əsasən, rəvayətlərə əsasən gözəllikdə ondan geri qalmayıb. Mən Bəharul Ənvar cild 51 səhifə 80-da bu hədis qeyd olunub. O cümlədən Kəşfül Gümmə kitabı cild 2 səhifə 487-ci səhifədə bu məsələlər toxunub. 2 dənə orada hədis deyilir Həzrəti İmam Zaman Ağanın cəmalının gözəlliyindən. Biri budur, Həzrət Peyğəmbərimiz buyurur ki, Məhdi mənim balalarımdandır. Onun üzünün parlaqlığı gecə gözəl görsənən ulduzların parlaqlığı kimidir. Onda ərəbin məxsus gözəlliyi və Yaquba məxsus bədən qüvvəsi vardır. Yer üzərini ədalətdən dolduracaq, necə ki ondan qabaq zülmdən dolmuşdur. Bu bir hədisdir ki, onda üzündə ulduz parlaqlığı, sifətində ərəb gözəlliyi və bədənində Yaqub qüvvəsi qüdrəti vardır. İkinci, o mənim balalarımdandır. Güya Yaqubun balalarındandır. Elə bil ki, Yaqubun balalarındandır. Ki, əynində 2 qəba gəzdirəcək məxsus, rəngi, üzünün rəngi parlaq ulduz kimidir və onun sağ tərəfindəki yanağında onun gözəlliyinə gözəllik verən bir qara xalda vardır. Bundan başqa da hədislər var gözəlliyi barəsində, amma orada 2 hədisin ikisində də bu məsələ işarə olunub ki, bu Yaqub balalarındandır. Bənzəri var Yusifə. Nə baxımdan? Deyirlər ki, Həzrəti Yaqubun balaları güc qüvvə baxımından çox gözəl olurlar, çox güclü olurlar. Hətta özləri də deyir ki, nəhnə usbə. Biz usbə, yəni həddən artıq qüvvətli. Yəni atalarına Yusifi alanda deyirlər, atası deyir, birdən canavar gəlir, deyir ki, bizim qabağımızda, biz ki usbəyik, yəni, bu qüdrətin qabağında canavar onu bizdən ala bilər. O qüvvəsi deyir. Və həmçinin Həzrəti Yusuf əleyhissalamın bu övladlar içərisində özünə məxsus gözəlliyi və qüdrəti qüvvəsi vardı. Qeyd elədim ki, onu necə qarşılarlar. Bu birinci baxışdan, gözəllik baxışdan ona oxşamaqlığıdır ki, Quranda da buna aid misallar var. Həzrəti Yusufun gözəlliyi hər tək-tək görənləri necə valih eləyirdi. İmam Zaman Ağanın da gözəlliyin hədis elə deyir ki, o gələndə o da elə diqqətləri özür cəlb eləyəcək gözəlliyi ilə. Bu bir. İkinci, əsas zahirdən çıxan o idi ki, amma əsas bundan sonrakilərdir. İkinci, oxşarlığı mənəvi oxşarlıqdır. Yəni, Qur'anın Yusifi və Zəhranın Yusifi. Qur'anın Yusifində qeyd olunur, yəni Həzrəti Yusuf Peyğəmbər haqqında deyilir ki, onu iman, ismət, təqva, səbr, ədalət, təvazö və digər müdiriyyət, əmanət kimi sifətlərin hamısının bariz nümunəsi idi. Və Yusuf surəsinin təfsirində bunların hamısının yeri var. Demək olar da bəhs uzundur. O cümlədən bizim Həzrəti Yusifin, yəni İmam Zaman Ağanın da bu sahələrin hamısında ülqü tam mənadadır. Amma bunlardan bir kisə misal var. Tam mənada bunların bariz nümunəsi indi səbrin, ədlin, müdiriyyətin, təqvanın, hərlə, imanın ən bariz nümunəsi yer üzərində indi odur. İsməti. Necə ki, Həzrəti Yusuf əleyhissalamı Qur'an-ı Kərim İsmətin simvolu kimi qələmə verir. Qur'an-ı Kərimdə buyurur ki, وَلَقَدْ رَاوَدتُّهَا عَنْ نَفْسِي فَاسْتَعْصَمَا. O qadın özü Züleyxa deyir ki, mən onu çox müravidə elədim. Yəni istədim ki, onu yıxım öz ixtiyarıma salım. Amma o öz ismətin üstündə ayağın möhkəm dirədi dayandı. İsməti bu cür idi onun. Həzrəti İmam Zaman Ağanın da ismətli olmalığın Quran deyir. Necə deyir? Ətiyullah və ətiyur Rasul və ulul əmri minkum. Bu ayənin təfsirində deyirlər ki, Ətiyullah,
Allah'a itaat edin, onun Resuluna və ulul əmr sahiblərinə itaat edin. Bu ayəni təfsir yazanlar deyirlər ki, hansı bir insanın itaətin Allah Taala öz itaətinin yanında bərabər surətdə işlədə bilər, qeydsiz və şərtsiz. Öz adı yanında və Rəsulunun yanında elə bir adamın itaətin bizə tapşırır ki, necə Allahı və onun Rəsulu hər cəhətdən pakdılar, ismət sahiblər, gərək həmən adamda onlara bərabər olsun. O da 12 imamda onların nümunəsinin biri də İmam Zaman ağamızdır. Ki, ismətin Quran özü təyid edir. Quran özü təsdiq edir ki, gərək imam olan insanın isməti olsun. O da onlardan biridir. İkincisi sədaqəti. Ənə rəvəttuhən nəfsi və innəhu ləminəs sadiqin. Quran yenə buyurur ki, o sadiqlərdəndir. Yəni, həqiqətən tək iddia eləmədi. Qabağına günah çıxanda Həzrəti Yusuf o cür gözəl qadını, imkanlı qadını buraxdı. İddiasında sadiq oldu. Quran-ı Kərim İmam Zaman haqqında buyurur ki, tək İmam Zaman yox, amma İmam Zaman da bir nümunəsidir. İttəqullah və kunu ma'as-sadiqin. Təqvalı olun, Allahdan qorxun və sadiqlərlə olun. Sadiqlər kimdir? Yenə ayənin təfsirində mən uzatmıram da adresləri var, amma neçə dənə əhl-i sünnənin hətta müfəssirləri yazırlar ki, ma'as-sadiqin deyəndə Əli əleyhissalam və onun balaları nəzərdə tutulur. İmamlar. Sadiqlərin də hal-hazırda yer üzərində bariz nümunəsi İmam Zaman ağadır. Yusuf da sadiqdir, bu da sadiqdir. Yusuf da ismət sahibidir, bu da ismət sahibidir. Hər ikisi Allahın seçdiyi insandır. Özdə kiçik yaşlarında. Həzrəti Yusuf atasının yanında o cür gəzib dolananda hətta həsəd eləyirlər qardaşları ki, Allah Taala'nın bu höccəti peyğəmbəri, Yaqub peyğəmbər niyə öcək doğmalıq eləyir? Bunu çox istəyir. Amma onu başa düşmürdülər ki, bu ilahi höccətdir. Bu indidən onun əlində böyüməlidir və bəzi şeyləri o görməlidir və bilməlidir. Həzrəti Yaqub onu yanında gəzdirəndə onun sözlərindən biri də bu idi buna. Belə deyildi. Kəzəlikə yectəbikə rabbuk və yuallimuka min təbil hadis və yutimmu ni'mətəhu aleyk. Allah Taala səni həqiqətən Allah sənə verdiyi nemətlərdən biri də budur ki, Allah səni seçir, peyğəmbərlərdən olacaqsan. Və sənə hədislərin, yuxuların yozunu öyrədir, sənə bir nemət verir. Sənə nemətlərin tamam eləyib Allah. Səni yəni, ya Yusuf, Allah Taala səni peyğəmbər seçəcək. Uşaq vaxtı idi, hələ 4-5 yaşı var, yanında gəzdirəndə ona atası xəbər verirdi. Və digər ayələrdə də, həmən surən ayələrində də vardı. Məsələn, 15-ci ayədə də buna işarə edir, yuxu yozmaqlığına ki, sən Allahın seçdiyi bir insansan. Balaca yaşında, quyuda, bəlkə filminə baxıbsınız, quyuda görürsən ki, mələk gəlir yanına, deyir ki, az bir zaman keçəcək ki, qardaşların öz işlərinin pisliyin başa düşüb sənə tərəf qaydacaqlar. Uşaqıkən o vəhy alırdı. Mələk gəlirdi yanına. Eyni İmam Zaman ağamız da elədi. Neçə yaşında imamətə seçilir? Atası dünyasında yaşında 5 yaşı var idi. 5 yaşında o da Həzrəti Yusuf kimi Allahın sevdiyi və seçdiyi insan oldu. O da mələk qəbul edildi, o da vəhy aldı. Müdiriyyət və iqtidar məsələsi oxşar cəhətlərindən biri də budur ki, Həzrəti Yusuf əleyhissalam da uzun müddət qeybətdə oldu, uzun müddət cəmaatdan kəsildi, uzun müddət insanlar arasında yaşamadı hər ikisi. Amma bu uzun müddət ayrılıqlar, bu qeybətlər onları sındırmağa yox, əksinə iqtidara gətirib çıxarır. Həzrəti Yusuf neçə il atasından uzaq düşdü, qardaşlarından uzaq düşdü, qərib diyarda oldu. Bu acılı həyat tərzi axır nəyə çevrildi? Həzrəti Yusuf oldu Misirin əzizi. Və İmam Zaman ağamızın da bu qədər uzaq düşməklikləri, qeybətdə olmaqları, qərib olmaqlığı, tək olmaqlığı, cəmiyyətdən uzaq düşməkliyi onun kiçilmə yox, əksinə bir gün gəlib bütün dünyanın hakimiyyətinə sahib olmağına gətirib çıxaracaq. İnşallah Allah o günlər bizə qismət eləsin. Allah Taala qeyd edir Quran-ı Kərimində, bu ayəndə deyim, Nur surəsi 55-ci ayədə nə işarə edir? Həzrəti Yusufu gördük gözümüzlə, kinosuna baxdıq, oxuduq Quranda ki, neçə illik ayrılıqdan sonra, 40 ilə qədər yazırlar ki, ayrılıqdan sonra gəldi, o rəhbər oldu. İmam Zaman ağanın bu qədər uzun qeybətdən sonra hakimiyyətə gələcək və dünyanı idarə eləməklikdə Nur surəsi 55-ci ayədə deyir ki, sizdən qabaqçılarda olduğu kimi, siz ümmət içində uzun müddət xofla,
qorxu ilə yaşadığınızdan sonra elə bir cəmiyyət olacaq ki, yer üzərində sahib çıxacaqsınız və sizin bu qorxularınız əmin-amanlığa çevriləcək. Əllamə və bir neçə dənə müfəssirlər bu ayəni təfsirində yazırlar ki, yer üzərinin tam mənada ədalətlə idarə olunmaqlığı və müstəzəflərin, qərib düşmüşlərin, zəif düşmüşlərin hakimiyyətə gəlməkliyi bu vaxta qədər doğrulmayıbsa, bu vaxtdan sonra bir halda doğrula bilər. O da o vaxt olar ki, İmam Zaman ağa zuhur elə və özü müstəzəfləri ətrafına yığıb onlardan hakimiyyət qurar. Allah inşallah o hakimiyyətlə tezliklə bizləri sevindirsin. Mən inşallah gələn dəfə də bəzi məsələ, üçüncü mövzu qaldı ki, nədə oxşarlıq var, onu da izah eləyəcəm, amma əla əy halım bu qədərdən belə məlum oldu ki, Həzrəti İmam Zaman ağanı Həzrəti Yusifə təkcə gözəlliklə bənzətmək olmaz. Onların həyatındakı müştərək nöqtələr çoxdur, tək onunla yox, bütün peyğəmbərlərlə müştərək nöqtələri var. Qismət olsa inşallah qalanlarda gələn dəfə. Allaha and verək öz zəti zəlalına. Allah inşallah tezliklə o ağanın zuhuru ilə bizləri sevindirsin.